Bu corablarla saçlarımı sağlam, yandırmadan burmağa çalışacağım. Əvvəlcə 2 hissəyə ayırıram, çünki məndə saçlar qalındır. Corabı bir hissədən bərkidirəm, daha sonra saçları bu formada fırlada coraba bükürəm. Ən sonda da corabı bütün saça bükürəm. Açıq qalan hissəni isə yuxarıya keçirdirəm və saçı bağlayıram. Belə olduqda heç bir halda dağılmır, səhərə qədər tam bu formada qalır. Eyni formada ikinci hissəni də bura saçımı coraba bağlayıram və gedirəm yatmağa. Belə rahat yatdım. İndi açıq görək vəziyyət necədir. Səliqəli. Belə qalacaq. Biraz yağ. Belə deyək ki, su dalğası formasını alır. Çox qəşəng səliqəli görünür bu arada. Saçına fen vurmaq istəməyən, daha tez hazırlaşmaq istəyənlər üçün əla bir şey düşünürəm. Nəticə olaraq belə çox qəşəng, havalı buruqlar oldu. Xoşuma gəldi bu arada. Heç bir əziyyət tələb etmədən 5 dəqiqəyə hazır oldu saçlarım. Gün ərzində düşünürəm biraz da açılacaq, daha da yaxşı olacaq. Hətta yağla özünüz də bu formada aça bilərsiniz. Saçı yandırmadan təbii formada burduq. Bu uzun saçlarda lap da gözəl olacaq. Düşünürəm ki, çox gözəl görünür. Yaxşıdır, bəyəndim.